xalq da, vətən də, torpaq da, milli kimlik də hamısı ana dilindən başlayır. Ana dili var, millət var. Ana dili yoxdur, xalq da yoxdur. Bu barədə dəfələrlə danışmışıq, yazmışıq. Mən bu günlərdə bir məsələyə münasibət bildirmişdim dil qurumunun başçısı kimi. Sonra mənə birisi yazmışdı ki, Sabir müəllim, bəs bu neçə illərdir dil qurumu ilə, dil qurumunun başçısı kimi, millət vəkili kimi, ana dili ilə bağlı nə işlər görmüşsünüz? Yaxşı sualdır. Xoşum gəldi bu sualdan, çünki doğrudan da onlarla məqalə yazmışam. Dəfələrlə Milli Məclisdə 30 il bu məsələ ilə bağlı çıxışlar eləmişəm. Amma xalq görəndə ki, ortada bir şey yoxdur, nəticə azdır. Onda əlbəttə bu sualları verir. Dillə bağlı əslində iş bir günlük iş deyil. Bu mövsümi iş deyil. Qərardan qərara görülən iş deyil. Prezident çıxış elədi bu günlərdə Milli Elmlər Akademiyasının 80 illiyində. Çox gözəl bir, deməli, ölkənin vəziyyəti ilə bağlı ümumiləşdirici bir çıxışıdır. Amma ən çox elmin bizim həyatımızdakı rolu barədə danışdı. O cümlədən də ana dilinə münasibət, ədəbi dilə münasibət bu barədə deməli öz fikirlərini bölüşdü. Bu əslində elmi səviyyədə olan fikirləridir. Ondan sonra yenə təbii ki, mətbuatda dil barədə yazıların sayı artıb. Amma bu, yenə deyirəm, prezidentin verdiyi sərəncamlarla gündəmə gəlməli, ya onun çıxışı ilə bərabər gündəmə gəlməli bir məsələ deyil. Dil insanın havası, suyu kimi onun gündəlik həyat tərzinin bir parçası olmalıdır. Yaşayırsansa, öz dilində danışırsansa, öz dilini qorumalısan, onun inkişafı haqqında düşünməlisən, onun deyək ki, qayğılarını aradan qaldırmalısan. Mən baxıram ki, dünyanın ən böyük dilləri də bu barədə həmişə məsələyə həssaslıqla yanaşırlar. Ən böyük xalqların belə dil qayğısı var. Rus dilinin qayğısı var. Yazırlar gecə-gündüz. Ondan sonra Alman dilində bu var, Fransız dilində bu var. Dillərin hamısında bu var. Hər kəs öz dilinin gələcəyini düşünür. Dünyada dillərin sayı çoxdur, amma deyək ki, işgüzar hər gün xalqların, dünya əhalisinin danışdığı dillərin sayı o qədər də çox deyil. Və türk dili də bu dillərdən, bu böyük dillərdən biridir. Ona görə bu dilin gələcəyi bizim, təkcə bizim yox, ümumiyyətlə bu dildə danışan bütün əhalinin, xalqın qayğısıdır. Mən bugün dil haqqında ümumiyyətlə dilimizlə bağlı çox ümumi şəkildə danışmaq istəmirəm. Ümumi şəkildə əslində danışmalıyım. Mən güman edirəm ki, bu söhbətlərimin bir hissəsini mən elə dil məsələlərini həsr eləməliyəm. Çünki dilin müxtəlif sahələri var və onunla bağlı hər biri haqqında ayrıca danışmaq lazımdır. Bir var ədəbi dil, bir də var bədii dil. Bizim bədii dildə problem yoxdur. Amma ədəbi dil ki, rəsmi, ədəbi dilin içərisində çox sahələr var. Burada var rəsmi dil, protokol dili var, burada qanunların dili var, dəstəklərin dili var, reklamların dili var. Hər biri ayrıca müzakirə istəyir. Mən bugün onlardan biri haqqında ancaq danışacağım. Görünür, sonraki söhbətlərimizdə bu məsələyə ayrı-ayrılıqda qayıtmaq lazım gələcək. Bugün mənim toxunmaq istədiyim mövzu ad və soyad məsələsidir. Çünki hər şey elə addan başlayır. Dil də elə addan başlayır. Dilin adından başlayır və dilin kökü, gəldiyi yollar falan hamısı sonda gəlir bir ad məsələsi ilə deyək ki, işığa çıxır, aydınlığa çıxır. Türk dili dünyanın təxminən 15-16 min ildir. Yol keçib gələn 16 min il bundan əvvəldən başlanan bir dildir. Bu barədə dilin tarixi haqqında da ayrıca danışmaq lazımdır. Bugün mən ona da toxunmaq istəmirəm. Yəni, bu yolu gəlmiş bir dilin bugünkü qədəri, tarihi necədir? Bu elə həmin onun bir qanadı da ad və soyad məsələsidir. Bizim dilimizin adı kimi şəxsi adlarımızda irticaya məruz qalıb. Milləti öz kökündən ayırmaq üçün
əlifbası dəyişdirildi, adı dəyişdirildi, əraziləri sildildi, parçalandı, qayçılandı və s. Axırda hər şey qutarandan sonra adımıza da əl atdılar. Bizim 37-ci ilə qədər, bu əsrin 30-cu illərinə qədər təbii ki, kök vardı, soyad var idi. Soyad adətən kəndlərdə soyad tayfa adları ilə gedirdi. Filan kəsdilər, filan. Bu məlumdur. Bu böyük bir dövrə əhatə edirdi. 100 illər keçir, amma bir də görürsən ki, bir nəslin soyadı qırılmır, davam edir. Sonra Çar Rusiyası dövründə və biraz da ondan əvvəl Dədə Qorqud dövründən başlayaraq bir oğlu da vardı, filankəs oğlu. Bu da bizim soyadlarımızdan biriydi. Amma sonra Sovetlər dönəmində və daha doğrusu 19-cu yüzildən də başlayaraq Çar Rusiyasının tərkibində olduğumuz vaxtda bizə bir ov soyadı yapışdırıldı. Ov. İndi 91-ci ildən biz müstəqilik. 34 il keçir. Bu 34 il mənə elə gəlir ki, o qədər bir Sovet dövründə bu barədə danışırdıq ki, elə bildim ki, biz müstəqil olan ki, bir ilin ərzində millət bütün hamısı bu ovdan xilas olacaq. Amma yox, sən demə, bizim içimizdə elə gizlin güclər var ki, onlar heç nədə bizim, yəni elə bir sahə yoxdur ki, orada qabağımıza dikilməsinlər. O sahədə bizə mane olmasınlar. Hətta savaşda, müharibədə bu torpaqlarımızı azad eləməkdə də belə qabağımıza nə qədər maneələr çıxmışdı. Neçə dəfə bunu hamımız bilirik. Ad-soyad məsələsi də belədir. 1993-cü ildə Milli Məclisdə soyadların Azərbaycanlılaşdırılması haqqında bir qərar qəbul olundu, qərar çıxdı. O qərara görə soyadlar ovdan imtina olunmaqla, hətta çox asan forması təklif olunurdu. Doğum şəhadətnamələrdə və pasportlarda ov şəkilçinin üstündən xət çəkilib, lu sözün özünə uyğun olaraq yazıla bilər. Sonra oğlu yazıla bilər və zadə yazıla bilər. Zadə nənələr var, zadə ilə bağlı soyadlarımız var, ona görə ondan imtina olunmadı. Amma sonraki dövrdə bu zadə etirazlar çox oldu. Çünki ov Rusun olduğu kimi zadə də Farsındır. Və buna ehtiyacımız yoxdur, yəni zadə olmasın, oğlu olsun. Bir xeyli vaxt keçdi, az qala 20 il keçdi bunun üstündən. Bu barədə bu qərar olaraq bu qərar getdi Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyində təbii ki, buna uyğun bir əsasnamə hazırlanmalı idi, əsasnamə göndərilməlidir. Nazirlər Kabinetinin tapşırığı ilə təbii ki, əsasnamə getməli idi. Vətəndaşlıq aktlarının qeydiyyat dairəsinə və eyni zamanda bizim xarici ölkələrdəki konsulluqlarımıza və ona uyğun olaraq da ov şəkilçiləri dəyişdirilməli idi milli sonluqla. Aradan bu qədər vaxt keçəndən sonra bu məsələ hər dəfə gündəmə gəldi, hər dəfə Milli Məclisdə deyildi, hər dəfə buna qeyri-müəyyən bir cavab verildi. Axırda bu məsələləri belə deyək ki, uzatmaq üçün, elə bir gizlin həll bunu uzadır. Uzatmaq üçün dedilər, bu getsin Milli Elmlər Akademiyasına. Tamam, getdi Milli Elmlər Akademiyasına. Orada da baxıldı. Orada baxılandan sonra deməli zadədən imtina olundu. Lu şəkilçisi oğlu saxlanıldı. Əlavə gil və soyda şəkilçi olaraq münasib görüldü. Yəni bunlar da ola bilər. Kimsə istəyirsə əgər sözə uyğun olaraq burada deməli soyada uyğun olaraq soy da yazıla bilər, gil də yazıla bilər, tamam. Nə qədər əslində mən çox bu şeyin genişləndirilməsinin tərəfdarı deyiləm, amma Milli Elmlər Akademiyası belə məsləhət görüldü, olsun. Amma nə oldu? Milli Elmlər Akademiyası da öz rəyini bildirdi. Bundan sonra 1910-cu ildə Azərbaycan Prezidentinin bu ailə və deməli vətəndaşların qeydiyyatı ilə bağlı bir fərmanı çıxdı. Bu fərmandan sonra 2011-ci ildə, o vaxt Artur Rəssadə idi baş nazir, onun qəbul elədiyi qərarla soyadların, adların və soyadların da dəyişilməsi, ata adının, soyadının dəyişilməsi ilə bağlı bir sərəncam hazırlandı və bunun bir əsasnaməsi, daha doğrusu forması da təklif olundu, göndərildi müxtəlif ədliyyə sisteminə ki, bu şəkildə ola bilər. Bu şəkildə ola bilər. İndi onun üstündən də bir 13 il keçdi. 13 il keçəndən sonra bugün məlum olur ki, Azərbaycanda əhalinin
cəmi təxminən mən oxuduğuma, mən statistikadan bir öyrəndiyimə görə 1.200.000 adamın soyadı dəyişilib. Nəzərə alsaq ki, 1993-cü ildə o qərar qəbul olunanda Azərbaycan əhalisi təxminən 8 milyondur və indi 10 milyondan artıqdır, 10 milyon 300 minə yaxınlaşır. Deməli 10 milyon, 2 milyon 300 min artıb və bu arada cəmi 1 milyon 200 min adamın soyadı dəyişilibsə, deməli hətta təzədə yeni doğulan uşaqlara belə bu soyad verilmir. Nədir? Bu nə düşmənçilikdir, bu nə inatdır, bu nə dirəniblər ki, olmaz bu ovdan biz əl çəkə bilmərik. Kimdir? Hər ədliyyə idarəsinin qabağında, həm qeydiyyat idarəsinin qabağında bir, deməli, 5-ci kolonun bir adamı oturur, bir, deyək ki, Rus aşıqı oturur, bu milləti sevməyən bir adam oturur. Bu nə deməkdir axı? Bunu anlamaq olmur. Yəni, bu millət müstəqildir. Dövlət var, dövlətin öz atributları var, bayrağı var, gerbi var, himni var. Bunun kimi onun adı da var, soyadı da var. Niyə bu kənar millətin soyadından əl çəkə bilmirik? Hansı Rus özünə oğlu, nə bilim, Rus soyadı götürür? Hansı millətdə belə bir şey var? Niyə buna bu qədər ucuz baxırıq? Qeyri-ciddi bir iş kimi baxırıq. Məni bu təəccübləndirir və bu ləyaqət məsələsidir. Hər millətin öz ləyaqətidir, öz adıdır, öz adının, soyadının milli olması. Bu milli sözündən qorxurlar. Milli deyil, bu sənsən. Milli sözün nəyi pisdir ki? Yəni, soyadını düzəlt, soyadın təmiz olsun, uşağının soyadı təmiz olsun. Bu üstəlik adlar qoyurlar, hələ adlar. Bütün unudulmuş ərəb adları təzədən dolur Azərbaycan dilinə. Bütün Avropada leksikondan çıxarılan şeylər gəlir bizim dilimizə. Yox, sənin öz dilində sözlər var da, öz dilindən dədə, baba gələn sözlər var. Mən demirəm tamamilə ərəb adlarından, İslam dini ilə gələn adlardan imtina eləyək. O da bizim mənəvi həyatımızın bir parçasıdır. Dilimizdən imtina eləmirik, o adlardan da imtina eləmirik. O adlar da bizə doğmadır. Amma da bütün doğulan qızların adını Fatimə qoymaq olmaz. Bütün doğulan uşaqların adını Məhəmməd qoymaq olmaz. Bu, yəni, bunun, yəni, mən hesab edirəm, o adlar bizə doğmadır, yenə deyirəm. Amma bu şəkildə belə kör-körana eyni şey təkrar eləmək olmaz. Buna görə də, əlbəttə, gözəl adlarımız var. Türk mifologiyasından gəlmə, Türk tarixindən gəlmə adlar var. Niyə görə bu adlara laqeyd baxırıq? Sonuncu belə rəqəmlərdən biri. Bu ilin az qala yarısına çatmışıq. Cəmi 8.000 soyad dəyişdirilib, milliləşdirilib. Mən bununla bağlı bir dəfələrlə Ədliyyə Nazirliyinə əlaqə saxlamışam. Deyirəm ki, yaxşı, siz bu rayonların ədliyyə idarələrinə, ədliyyə şöbələrinə, yəni və vətəndaş haqlarının qeydiyyat idarələrinə niyə bu tapşırıq vermişsə, Ədliyyə Nazirliyi niyə belə bir sərəncam vermir, göstəriş vermir ki, doğulan uşaqlar ata-ana ola bilsin, başa düşmür. Ata-ana ola bilsin, 5-10 manat rusuma görə tərəddüd eləyir. Amma niyə bu dövlət idarələri özləri maraqlı olmalı deyil? Bu dövlətin işidir axı. Dövlətin işidir, millətin işi həm də dövlətin işi də çevrilməlidir. Dövlət də burada maraqlı olmalıdır. Təkcə ziyalının işi deyil, təkcə deyək ki, tarixi bilən, bu işlərlə məşğul olan adamların işi deyil. Bu bir milli işdir, əslində dövlət işidir. Dövlətin işində qeyri-ciddi məsələ yoxdur. Dövlət işində boşluq ola bilməz. Heç sahəyə yad, ögey münasibət bəsləmək olmaz. Ona görə də mən hesab edirəm ki, 12 may 2011-ci ildə Nazirlər Kabineti sərəncam verib. Üstündən 14 il keçib. 14 il addım-addım bu iş görülsəydi, doğulan uşaqlar, mən demirəm, yaşlı adamların dəyişilməsin, heç buna ehtiyac yoxdur. Əhalini bu gün yarıdan çoxu 35 yaşından, 30-35 yaşından gəncdirlər. Onlar doğulanda soyadlar dəyişilsəydi, normal soyad verilsəydi, milli soyad, indi Azərbaycanda bu problem heç olmazdı. Amma mən hesab edirəm ki, əgər bugün deyək ki, əhalinin cəmi 1 milyon 200 mini, yəni 10 milyondan milli soyad verilibsə, yerdə qalan bu templə, bu sürətlə getsə, biz bir əsrə çatdıra bilmərik. 35 ildə bunun əgər 10-da biri, 35 il 10-da biri dəyişilirsə,
o yerdə qalanının da dəyişilməsi üçün 300 il, 400 il vaxt lazımdır. Hara gedirik? Və bu nə münasibətdir? Özümüzə niyə belə münasibət bəsləyirik? Özümüzə, kökümüzə, tariximizə, milli varlığımıza. Niyə uşaqlarımızı gələcəkdə uşaqlarımızın normal, öz kökümüzdən gələn soyadları daşımasına mane oluruq? Mən bu sualları cəmiyyətə verirəm, Ədliyyə Nazirliyinə verirəm. Ədliyyə Nazirliyinin birbaşa işidir. Tapşırmalıydı vətəndaş vəsiqələrinin, aktlarının qeydiyyat idarəsinə. Onlar bəlkə başa düşmürlər, savadsız, milli heysiyyətdən uzaq bəzən, heç kimin xətrinə dəyməsin. Bu şeylər bilməyən adamlar gəlib orada oturanda əlbəttə bu problemlər də üzə çıxır. Ciddi şəkildə buna, mənim yadıma gəlir və bununla sözümü yekunlaşdırmaq istəyirəm. Biz 93-cü ildə yenə əlifba məsələsi ilə bağlı Milli Məclisin bir qərarı vardı. Sonra illər uzunu qəzetlər yalnız başlıqlarını Latin qrafikasına keçdilər. Bu Latin qrafikası ilə bağlı qərardır. Yalnız başlıqlar Latin qrafikasında yazılır. Bütün mətnlər Kirildən. Çaşbaş bir vəziyyətdə, tək qəzetlərdə yarım səhifə, nə bilim, bir sütun Latin qrafikası ilə yazı verilirdi. Millət qalıb 10 il dəstliklər başlayıb çap olunmağa, amma deyək ki, belə də qeyri-müəyyənlik, hələ bəziləri elə bilirlər təzədən Kirilə qaydacağıq. Yalnız 2001-ci ildə mərhum prezident, o milli lider Heydər Əliyevin biz sərincamı ilə bir gündə bütün qəzetlər və mətbuat keçdi Latin qrafikasına. Görünür, bu məsələdə də radikal, ciddi bir addım atılmalıdır. Təşəkkür edirəm, növbəti görüşlərə qədər.